Bu və digər maraqlı xəbərləri sizə iqtisadiyyat buraxılışından sonra təqdim edəcək. Artıq iqtisadiyyat buraxılışının aparıcısı Aysel Fərziyeva studiyada efir növbəsini gözləyir. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir Mehman. Siz hansı xəbərlərlə gəlmişsiniz? Mehman, xəbərlərimiz çoxdur. Məsələn, dövlət büdcəsinə daxil olmalarla bağlı bugün sizə xəbər çatdıracağıq. Eyni zamanda bugün Mərkəzi Asiya Ərəb Dövlətləri Liqası və Azərbaycan arasında iqtisadi forum baş tutub və bu forumda ölkəmiz üçün çox əhəmiyyətli məsələlər müzakirə olunub və daha ətraflı ekonomikdə xəbər tutacaqsınız. Buyurun. İndi isə bir qədər də ətraflı. Bu ilin ilk rübündə ölkədə 11 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən 3 ayda 14,1 milyon ton neft, 6,1 milyard kubmetr qaz hasil edilib. Yəni, sənaye məhsulunun 72,5%-i mədən çıxarma bölməsinin payına düşüb. Yanvar-aprel aylarında sənayenin qeyri-neft bölməsində istehsal həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,3% çox olub. Neft qaz sektorunda isə hasilat 3% aşağı düşüb. Vergilər Nazirliyi büdcə daxil olmalarını artırıb. Belə ki, bu ilin 3 ayı ərzində Nazirlik dövlət xəzinəsinə 2 milyard 651 milyon manata yaxın vəsait köçürüb. Yəni, ötən ilin müvafiq dövrünə nisbətən 5,4% çox. Daxil olmaların 40%-ni mənfəət vergisi təşkil edib, vəsaitin 24,7%-ni əlavə dəyər vergisi, 11,6%-ni gəlir vergisi, 9,4%-ni aksizlər, 14,5%-ni digər növ vergilər təşkil edib. Neftdən kənar sahələr üzrə büdcəyə 1 milyard 412 milyon manat köçürülüb. May ayının 1-nə olan məlumata görə isə ölkədə 565 minə yaxın vergi ödəyicisi var. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanla Çin və Ərəb ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsinə təkan olacaq. Xarici İşlər Naziri Elmar Məmmədiyarov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası Mərkəzi Asiya Azərbaycan əməkdaşlıq və iqtisadi forumunda belə deyib. Nazir bildirib ki, Çin və Ərəb ölkələrinin də bu layihəyə cəlb edilməsi ilə Bakı-Tbilisi-Qars dəmir yolunu regional nəqliyyat dəhlizinə çevirmək olar. Azərbaycanın milli brendləri qorunmalıdır. Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Francis Gari belə deyib. Qonaq bununla bağlı Azərbaycan tərəfinə yardım edəcəyini bildirib. Azərbaycan öz brendini yaratmalı və onu qorumalıdır. Bu brendlər çox tanınmış olacaq. Amma burada müəssisə və sahibkarların reputasiyasının qorunma məsələsinə də diqqət yetirilməlidir. Bugün Polşanın paytaxtı Varşavada Avropa Yenidən Qurma və İnkişaf Bankının illik konfransı öz işinə başlayıb. Biznes forumda 2500-dən çox iqtisadçı, sahibkar, investor, o cümlədən dövlət nümayəndəsi, Mərkəzi Bank və maliyyə bazarları rəsmiləri iştirak ediblər. Bu ilki toplantıda əsas müzakirə mövzusu iqtisadi dəyişkənliklərin təhlili, Mərkəzi və Şərqi Avropada baş verən son hadisələr barədə olacaq və bundan əlavə iştirakçılar Avropa Yenidən Qurma və İnkişaf Bankının fəaliyyət göstərdiyi Mərakeşdən Angolaya qədər olan ölkələrin perspektivləri haqqında fikir mübadiləsi aparacaqlar. Bu ilki toplantıda Polşa iqtisadiyyatı barədə də xüsusi müzakirələrin keçirilməsi nəzərdə tutulub. Dünya iqtisadiyyatı maliyyə iqtisadi böhranından tam çıxa bilməyib. Almaniyanın paytaxtı Berlində keçirilən qeyri-rəsmi iqtisadi sammitdə belə deyilib. Beynəlxalq təşkilatların iştirakı ilə baş tutan görüşdə qlobal iqtisadi vəziyyət müzakirə edilib. Dünya miqyasındakı işsizlik səviyyəsi günbəgün artmaqdadır. Bu sayədə demək olar ki, müsbət istiqamətdə heç bir dəyişiklik yoxdur. Əldə etdiyimiz nəticələrə əsasən deyə bilərəm ki, göstəricilər rekord həddədir və iqtisadi inkişafın əmək bazarına təsiri çox azdır. İldə təqribən 40 milyon insan əmək bazarını tərk edir. Buna əsaslanaraq deyə bilərik ki, məşğulluq sferasında yaxın gələcəkdə daha ciddi problemlər yaşanacağı istisna olunmur. Avropa Birliyi Ukraynaya 1 milyard avro həcmində maliyyə yardımı ayırıb. Brüsseldə keçirilən Avropa İttifaqı Ukrayna görüşündə vəsaitin xərclənmə mexanizmi barədə memorandum imzalanıb.
Ukrayna və Avropa Birliyi rəhbərlərinin Brüsseldə başa çatan görüşündə Ukraynadakı hazırki ictimai-siyasi vəziyyət, ölkənin mövcud iqtisadi durumu, həmçinin dövlətə yardım yolları barədə müzakirələr aparılıb. Danışıqların əsasına əsasən, Ukraynanın baş naziri Arsen Yatsenyuk və Avropa komissarı Jose Manuel Barroso'nun iştirakı ilə Ukraynaya yardım haqqında memorandum imzalanıb. Sənədə əsasən bu ilin mart ayında Avropa Komissiyası tərəfindən təyin edilən maliyyə yardımı paketi çərçivəsində rəsmi Kiyevə 1 milyard avro həcmində vəsait ayrılması öz təsirini tapıb. Bundan əlavə Ukraynaya qarşıdakı bir neçə il ərzində 11 milyard avro kredit ayrılacaq. Ayrılan vəsait Ukrayna hakimiyyətinin qarşısında duran təxirə salınmaz ödənişləri həyata keçirməyə yardım edəcək. Kredit 2 tranş şəklində baş tutacaq. Əsas hədəf isə iqtisadi sabitliyi təmin etmək və struktur islahatları aparmağa nail olmaqdır. Sosial-iqtisadi inkişaf yolunda bütün səyləri maksimum dərəcədə birləşdirmək lazımdır. Avropa Komissiyası ayrılan vəsaitlə Gazproma olan borcun ödənməsi üçün xəzinəyə təklif etsə də, rəsmi ki, bu barədə fərqli fikirdədir. Ukraynanın baş naziri Arsen Yatsenyuk çıxışı zamanı bildirib ki, Gazprom təbii qaz tariflərinə düzəliş etməyənədək qarşı tərəfə heç bir ödəniş həyata keçirilməyəcəyini vurğulayıb. Bundan əlavə məsələn hüquqi yolla tənzimlənməsi üçün Stockholm arbitraj məhkəməsinə müraciət olunduğunu bildirib. Qeyd edək ki, təbii qaz problemi ilə bağlı mayın 16-sında Ukrayna, Rusiya və Avropa Komissiyasının üzvləri Afinada yenidən bir araya gələcəklər. Birləşmiş Ştatlar Federal Ehtiyatlar Sistemi Konqres qarşısına həlli vacib olan məsələlərin siyahısını təqdim edib. Qurum rəhbəri Janet Yellen qeyd edib ki, dövlət borcu ilə ümumdaxili məhsul arasındakı ziddiyyət təhlükəli həddə yüksələ bilər. Konqres uzun müddətli borcları nəzərə alan federal büdcə layihələri hazırlamalı və təsdiqləməlidir. Əgər bu indi həll edilməzsə, ölkə iqtisadiyyatı gələcəkdə problemlərlə üzləşə bilər. Hesablamalarımıza görə bu 20 ya da 50 il sonra mütləq baş verəcək. Amma büdcə siyasətində dəyişiklik həyata keçirilərsə, bu təhlükələr aradan qalxacaq. Dövlət borcu ilə ümumdaxili məhsul arasındakı ziddiyyətin kritik həddə yüksəlməsinə yol vermək olmaz. Birləşmiş Ştatlarda neft ehtiyatlarının azalması xəbəri dünya bazarında qara qızılı bahalaşdırıb. Light nefti 0,12% bahalaşıb. Amerikanın New York Həmtə birjasında hərraca çıxarılan bu neftin bir bareli 101 dollar 97 sentə təklif edilir. Brent neftinin qiyməti də 0,12% artıb və London birjasında satılan bu markadan olan qara qızılın qiyməti indi 109 dollar 49 sentə mübadilə edilir. Qızıl 0,1% yüksəlib. Hazırda sarı metalın bir unsiyası 1294 dollar 88 sentə satılır. Gümüşün qiymətində də artım var və bu metal indi 19 dollar 59 sentə təklif edilir. Platinin qiyməti 0,21% artıb və onun bu saata qiyməti 1451 dollardır. Palladiumun qiymətində 0,31%lik artım var. Mis və alüminium da bahalaşıblar. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 0,1%-ə qədər bahalaşıblar. Avropa birjalarında isə fərqli dinamika yüzünü göstərib. Almaniyanın DAX-ı 0,7% artıb, Böyük Britaniyanın FTSE 100 isə 0,11% eniş edib. Yalnız Yaponiyanın Nikkei 225 indeksi qırmızı zonaya düşüb. Vahid valyutanın məzənnəsi isə yüksəlir. İndi avro-dollar 1,37-21-ə mübadilə edilir. Dollar-yen 102,14-dür. Funt sterling dollarsa 1,68-68-ə mübadilə edilir. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələri isə belədir. Dollar 78 qəpiyə yarımdır. Avro 1 manat 8 qəpiyə yaxın. Rusiya rublu 2,2 qəpiyə mübadilə olunur. Türk lirəsi isə 38 qəpiydir. Elə bu xəbərlə də Economics bugünlük öz işini yekunlaşdırır və Sədanın ana xəbər buraxılışını isə həmkarım Mehman Mehdiyev davam etdirəcək.